Mənə deyir ki, suyun yarısı buxarlanır. Bölürsünüz 2-yə, qalır 160 qram. Все, maddəniz 80-dir, suyunuz 160-dır. Onda KH bərabərdir. Maddə böl su vur 1000. Yəni 80-i böləcəksiniz 160-a, vurursunuz 1000-ə. Cavab çıxır 500 B variantı. 331 də eyni o sualdandır. 32-ci suala baxaq. Məhlul verilibdir bizdə 200 qram. Deməli yazırıq, məhlul 200 qramdır. Maddəniz ilə M-dir. Məndən KH-ı deyir tap. KH bərabərdir maddə böl su. Əgər su yoxsa dediyimiz kimi məhluldan maddəni çıxırıq. Deməli maddəniz də M-dir. O da bərabərdir M böl məhlulunuz 200-dür. Çıxırsınız M-i, vurursunuz 1000-ə. Minim 200 çıx M. A variantıdır. 33 deyini sualın təkrarıdır. 34. Həll olma temperaturla əgər düzdürsə bunu bərk götürürsünüz. Burada isə tərsdirsə qaz götürürsünüz. X-ə bərk, Y-ə bərk veribdir. X-ə bərk qaz veribdir. Y qaz, bəli, azot qazıdır. Yalnız 3. C variantıdır. 35-ci suala baxaq. 35-ci sualda 20 Selsi temperaturan 50 Selsi temperaturu müqayisə edirik. 20-də KH-nız 300 idi, 50-yə qalxan kimi artdı, 340 oldu. Onda siz götürdüyünüz maddə bərkdir. 20-də 500 idi, temperatur qalxan kimi düşdü. KH aşağı düşdü, deməli onda bu da qaz halındadır. X-i bərk, Y-i qaz axtarırsınız. X-i bərk, Y qaz. Deməli, bərklər təzyiqdən asılı deyil, 1 doğrudur. Tərs də deyil, 3 yanlışdır. Qazlar təzyiqlə düzdür, 2 doğrudur, 1, 2. Doğru variant Y variantıdır. 36-cı suala baxırsınız. Eyni şərtdə X-in həll olması daha azdır. Baxaq görək. Həll olma X-də daha çoxdur. Deməli, bu yanlışdır. T1 temperaturunda Z-in həll olması azdır. T1-də, bəli, Z bu qədər həll olubdur. Z bu qədərdir. Z-dir. 2 doğrudur. Daha sonra T2 temperaturunda Y-in həll olması, T2 temperaturunda Y-in həll olması Z-dən, bəli. Y buradadır, Z buradadır. Y buradadır, Z buradadır. T2 temperaturunda Z-dən çoxdur, bəli, 3 də doğrudur. Doğru cavab 2-3 C variantı. Daha sonra 38-ci suala baxırsınız. 38-ci sualda 38 deməli 38-ci sualda 200 qram suda X tuzu həll etdikdə KH-ı 500 verilibdir. Onda yazırıq KH bərabərdir maddə böl su vur 1000. KH-ı 500 verib bunu düsturdan da işləyə bilərsiniz. Maddə böl 200 su veribdir, vurun 1000-ə. İxtisar gedir, burada qalır 5. 5M bərabərdir 500-ə. Maddə bərabərdir 100-ə. Deməli, siz 100 qram maddəni 200 qram suda həll elədiniz. Məhlulunuz oldu 300 qram. Məhlul. Rho da bərabərdir məhlul böl V. Bizdən sıxlıq istəyirsə, məhlulunuz 300-dür. Böləcəksiniz V 250-yə. O da 1,2. Doğru cavab Y variantıdır. Deməli, 39-cu suala baxırsınız. 39-cu sualda kristal hidratla bağlıdır. İlk öncə gəlin kristal hidrat nədir, onu müəyyənləşdirək. Baxın, 322 qram kristal hidratda 142 qram duz var. Yerdə qaldı 180 qramı da sudur. İndi biz bunu şərtdəki 32,2-yə görə hesablayaq. Deməli, onda 14,2 qram duz, yerdə qaldı 18 qram da su. Bu su kristal hidratın içində olan sudur. Təzədən deyir 82 qram da əlavə elədik.
82 qram əlavə edəndə sizin ümumi məhlulda 100 qram suyunuz olur. KH da bərabərdir. Maddəniz 14,2 böl su 100-ə vur 1000-ə. Cavabınız elədi 142 qram böl litr. Doğru cavab D variantıdır. 40-cı suala baxırsınız. 40-cı sualda deməli KH 400-dür. Gəlin görək bu variantlardan hansı bizdə 400-ü eləyir. 40-cı suala baxaq. Deməli M su bərabərdir. Dəsən yazaq. M su bərabərdir 20 millilitrə. Maddə də bərabərdir 5-ə. Bunu su yazaq. M'ləri qarışdırmayın. Su. İndi gəlin KH bərabərdir 400-ə. İndi gəlin görək hansı şərti ödədikdə 400-ü alırıq biz. Birinci şərtimiz 2 qram X əlavə etdikdə 5 qram var. 2 qram da əlavə etdikdə 7 qram. Suyu dəyişmir. Olduğu kimi qalır. Buradan vurursunuz 1000-ə. 7-ni bölüb 20-yə 1000-ə vuranda bizə vermir. 400-ü. Ona görə 1 getdi. İkinciyə baxaq. Yəni KH bərabərdir 400 veribdir. 400 bərabərdir. Maddəniz 5'dir. Məhlunuzdan deyir 7,5 millilitr su buxarlandı. Yəni 20-dən çıxırsınız 7,5'i vurursunuz 1000'ə. Gəlin görək bu 400 verirmi bizə? 500'ü bölürük. 20'dən 7 çıxırıq 13, 0,5, 12,5 vur 1000'ə. Deməli o da eləyir 5'i 12,5'ə bölün vurun 1000'ə. Demək 5 böl 12,5 bəli 0,4 0,4 bunu da 1000'ə vuranda 400 eləyir. Deməli ikinci variant düzdür. İkinci variant doğrudur. Üçüncüyə baxırsınız. Bu 1 idi, bu 2 idi, bu 3'ə baxaq indi. 3'də də məhlula 5 qram duz, yəni KH-ın yerinə 400 qoyursunuz. Maddəniz 5 idi, 5 qram da deyir əlavə elədin. Suyun 20 idi, 10 da əlavə elədin, vurdum 1000'ə. Görün 400 verir, 10 böl 30 bu dövr eləyir. Ona görə 3'də yanlışdır, yalnız 2. Yalnız 2 doğru variant D variantıdır. 41'də eyni sualın təkrarıdır. 42-ci suala baxaq. 42-ci suala baxaq. KH 1500'dür. Deməli, gəlin görək biz hansı variantda 1500 doymuş məhlul. Əgər 1500'dürsə doymuş məhluldur. Maddəniz 10'dur, suyunuz 20'dir. Onda KH düsturundan bərabərdir. Maddəni suya bölürsün, 1000'ə vurursunuz. Bu düsturdan onu bölün 20'yə vurun 1000'ə. Bu sizə 1500 vermir. Bu sizə verir 500. Bir olan variantlar getdi. 12'ni bölürsünüz 30'a vurursunuz 1000'ə. 12'ni 30'a böləndə 0,4 1000'ə vuranda 400. Burada KH-ınız 400'dür. Burada 500'dür. İndi 60'ı bölün 40'a. Deməli bunu 1,5 onu da 1000'ə vuranda bəli 1500 eləyir. 1500. Elə yalnız 3 C variantıdır. 43'də eyni sualın təkrarıdır. Baxarsınız özünüz. 44-cü suala baxaq. Deməli su əlavə olunduqdan sonra omeganız 10%'dir. İndi gəlin görək burada KH düsturundan istifadə edib omeganı birinci tabaq. Omega bərabərdir. KH böl KH plus 1000 vur 100'ə. 100%'ə. KH-ınızı veribdir 1000. KH yenə 1000'dir. Üstünə gəlirsiniz 1000. Vurursunuz 100'ə, 100%. Bu sizin 50%. Deməli hal-hazırdakı məhlulunuz 50%'dir. 40 qramdır. İndi bizə deyir ki, nə qədər su əlavə etsən 10%'ə düşər. Bunu 2 üsulla da eləyə bilərsiniz. Bir dənə M1 omega 1 bərabərdir. M1 plus su vur omega 2 düsturu ilə. Baxın M1'iniz verib 40. Omeganı da özünüz tapdınız 50.
bərabərdir 40 plus x vur 10'a. Sıfırlar getdi. Burada qaldı 200 bərabərdir 40 plus x. X də bərabərdir 160. A variantı. Bu birinci sol. İkinci sol. İkinci solda nə edə bilərik? 50%-dən 40'a vurub maddəni taparsınız. Ən rahat üsul elə budur. Bundan istifadə eləyin. 45-ci suala baxaq. Suda həll olması, ayrılması və ya udulması verilmişdir. Q böyütü sıfırdan deməli müsbətdir. Müsbət Q, müsbət Q isə eksotermikdir. Q kiçikdir sıfırdan, mənfi Q, bu da endotermikdir. Yadınızda qalsın, bərklərin həll olması, bunu qeyd kimi götürərsiniz. Endo, qazların həll olması, ekso. Deməli, x-iniz qazdır. X-iniz qazsa, temperaturla tərs asılıdır. X-in altında 2 axtaracaqsınız. Təzyiqlə də düz asılıdır. Təzyiqlə asılı deyil bərklər. Deməli, bərk y-in altında 1 axtarın. Y-in altında 1 axtarın. X-in altında 2 axtarın. Temperaturla düz asılıdır bərklər. Bərklər də bizdə y idi. Y-in altında 3 axtarın. Deməli, doğru variant D variantıdır. 46 da eyni sualdır. 47-ci suala baxaq. 47-ci sualda nə edirik? Sıxlıq verilibdir. 800 qram doymuş məhluldan danışırıq. Demək, 800 qram doymuş. İndi baxaq görək, KH verilibdirsə, ümumiyyətcə KH veriləndə məhlul tapmaq üçün KH-ın qiymətinin üzərinə 1000 gələndə sizin məhlulunuz eləyir 1600. İndi baxın, 1600 qram məhlul olanda, soyuyanda 250'ye düşür. 600'den madde 250'ye düşür. Nə qədər çöktü? 350 qram çöküntü var. Deməli, sizin çöküntünüz hansı məhlulda? 1600 qram məhlulda əmələ gəldi. 350 qram çöktü. İndi mənə deyir 800 qramda necə? 800 qrama x olacaqdı. O da 2 dəfə az. 175 qram çöküntü. 175 qram çöküntüdür. Onda bizim 800 qram məhlulumuzdan 175'i çıxırıq. Yerdə qalan məhlulumuzun kütləsi 625 qram bizim qalan məhlulumuzdur. Mənə deyir həcmi tap. Onda rho bərabərdir məhlul böl V. V-ni tap deyirsə V bərabərdir məhlul böl rho. Məhlulunuzu tapdınız 625. Rho-nu da özü veribdir 1,125. Məhlul da bərabər həcmi 500. Doğru variant A variantıdır. Daha sonra baxaq şifahi suallara. Temperatur